De hardan tapırsan? Acdır bacı 2 evladın. Götür telefonunu indi, yaxınlaş bir telefon yerinə. 5-10 manata saat uşaqlarına ac qoyma. Belə məsuliyyətli anasansa, doğanda mənə demişdin ki, kişi şak lak luk eləməni doğ. Doğanda mənim üçün doğmuşdun, ya izləyicilərim üçün doğmuşdun. Bu uşaqları doğursuz, heç olmasa arxasında durmağı bacarın. Niyə doğub tökürsüz, bedibaxt edirsiniz? 2 həvəslə ərinlə şak eləyəcəksən deyə uşağı yazıq belə niyə incidirsiniz? Düz deyirəm də. Sən keyfi alacaqsan, raqqı çıxıda eləyəcəksən, uşaq sonra ac qalacaq. Hə? Pox yiyir, at onun ağzı ilə, rakka çıxıda eləyəndə bəzi şeylərə nəzarət elə, sonra o uşaqları o vəziyyətə getirməyin. Əgər bu poxu yiyib uşaqlara baxa bilməyəcəksinizsə, doğub tökməyin. Başa düşdünüz? Bedibaxt eləməyin o balaları. Bedibaxt eləməyin o uşaqları. 2-3 həvəs bizə orada gedib o kabinetdə şaqqıldadırsınız, bu kabinetdə şaqqıldadırsınız, uşaqları götürüb bedibaxt eləyirsiniz, bəzi çındırlar. Bestirin də, bestirin. Ya diləndirirsiniz, ya ac qoyursunuz. Niyə? Çünki sən məmsiz əmə bağışdın. Geyib hansısa kişinə raqqada çıxıda eləyəcəksən deyə. Mənim əsəb sistemlərimi pozmayın da. Uşaqları bedibaxt eləyib qoyursunuz 2 həvəslizə. Doğursansa doğ, amma məsuliyyətli arxasında dura bilirsənsə. Biraz tərbiyə.